Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Azərbaycanın gənc oğrularından olan Ülfət Tağıyev, Rufo Gəncınskini demək olar ki, nəinki Azərbaycan, dünyanın bir çox yerlərində tanıyırlar. Bugünkü mövzumuz Gəncəli Rufonun həyatındandır. O, 1981-ci il aprelin 12-sində Gəncə şəhərində anadan olub. Gənc yaşlarından kriminal aləmə meyilli biridir. Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əlidir. Rufo Gəncınski bir neçə qanuni oğruların iştirakı ilə 2012-ci il dekabrın 10-da Dubayda keçirilən Sxotkada Rövşən Caniyev tərəfindən tazlandırılıb. O Sxotkada Hacı Beyləqanski, Zaur Naxçıvanski və bir çox gürcü oğrular da iştirak edib. Hacı Beyləqanski də elə o Sxotkada tazlandırılıb. Hacı Beyləqanski hal-hazırda həbsdədir. Zaur Şipilov isə bu yaxınlarda həbs edilib. Səbəb isə Azərbaycanlı kriminal aləmə rəhbərlik etməsidir və qanuni oğru adını daşımasıdır. Onu 8 ildən 15 ilə qədər həbs gözləyir. Qaydaq əsas mövzuya. Ülfət Tağıyev bir nəfəri güllələməkdə, Rusiyaya qanunsuz girməkdə və Det Xasanın ölümündə planlar qurmaqda şübhəli bilindiyinə görə 8 il müddətinə Rusiyada həbs edilib. O, günə-gün həbs müddətini başa vurduqdan sonra 7 sentyabr 2021-ci ildə azadlığa buraxıldı. Hal-hazırda Rusiyada yaşayır. Bildirilir ki, Rufo Gəncınski Rusiyada bir çox bazarlara nəzarət edir. Dünyasını dəyişmiş Nadir Səlifovun qardaşı Namiq Səlifovla düşmançılıq edir. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.